mən sizə Sanqaçalda 5 sotda gördüyünüz bu həyət evini təqdim eləmək üçün gəldim. 2 mərtəbəli monolit tikilidir və həyətində də belə 6-nın 8-ə hovuz hissəsi var. Hovuz da tikilir. Və indi mən sizə evi təqdim etməzdən əvvəl bura barəsində sizə bəzi məsələləri deyim. Burada yaxınlıqda Ələt liman var. Yəqin ki, məlumatlısınız. Ora və hava limanı inşa olunur. Yaxınlıqda zavodlar tikilir, istehsal yerləri tikilir. Və burada torpaq sahələri və evlər 2 qat qiymətinə bahalanır. Belə bir evi hal-hazırda ev sahibinin dediyinə görə 2000-3000 manat arası icarə qiyməti ola bilər. Çünki bu bağlar massivində, Sanqaçalda bu bağlar massivində evlər məhduddur və burada hal-hazırda davam edən proyektlər və işlər əl verir ki, siz buradakı mülkünüzü yaxşı qiymətə icarəyə verəsiniz. Mən indi buradan sizə çölünü də göstərdim. Təqribən buradan 2 dəqiqə məsafəsində dənizə yaxındır, çimərliyə yaxındır. Buradan 15-20 dəqiqəyə şəhərə getmək olur. Evin dörd bir yanına çevrilmək mümkündür. Arxasında da, sağında, solunda yerləri var. İndi isə başlayaq evin içərisindən. Bu giriş hissə. Girişdə sağda belə bir qonaq otağı. Ev əşyaları ilə birlikdə satılır. Mətbəx hissəsi. Qaz, su, işıq, internet xətləri burada daimidir. Su dövlət suyudur, yəni quyu suyu deyil. Bu ərazidə kanalizasiya sistemi hələ ki yoxdur. Bağlar massivində şambodur. Onu da nəzərinizə salın. Bu evin çıxarışı var, torpaq sahəsindən çıxarışı var. Evin isə icradan təsdiqlənmiş layihəsi var. Yəni həmin sənəd əl verir ki, siz o sənədlə evin çıxarışını ala bilərsiniz. Yəni deyə bilərəm ki, ipotekaya da yararlıdır. Qiymət də çox münasib bir qiymət təklif olunub. 95.000 manat qiymət deyilib. Bu ikinci mərtəbəsi. İkinci mərtəbədən bax belə birinci başlayayım mən sizə balkon hissəsindən. Baxın, buradan dəniz görsənir. İkinci mərtəbədən dəniz çox rahat görsənir. Və burada bu şəhərdən gələndə Ələt o kuruq var. O kuruğu dönüb qayıdan kimi yoldan belə deyim 200-300 metr təqribən içəridəyik. Yəni dənizə də yaxındır, yola da yaxındır. Ev hər tərəfi cütbaşla inşa edilib, möhkəm tikilidir. İkinci mərtəbədə belə bir otaq. Bütün otaqlar işıq görür. Yay günlərində burada havası da sərin olur. Burada belə bir yataq otağı var. Və növbəti yataq otağı bu hissədə. Və əziz dostlar, siz bu evi əldə eləsəz, buranı yaxşı qiymətə icarəyə verə bilərsiniz. Başqa bir təklifim də var sizə. Ev sahibi deyir ki, mənim bəzi maddi məsələlərə görə bu hovuz hissə, bir də burada besetka eləmək istəyirdi. Bu iki məsələni maddiyyata görə qalıb. Belə bir təklifi də var. Deyir ki, əgər yatırım eləmək istəyən adamlar varsa, evi sala bilərəm onun adına. Buradakı mənim bir yarımçıq işlərimi tamamlayarıq. Onun xərcini çəkər və buranı aylıq 5000 manata icarəyə verə bilərsiniz. Təkrar edirəm, siz 100.000 manat vəsait xərcləyib
Ancaq mikrorayonda ev alsanız, birin içi PDK, o sizə aylıq 500-600 manat pul qazandıra bilər. Amma buradakı layihələr imkan verir ki, istər Ələt limanı olsun, istər yeni tikilən hava limanı olsun, siz bu tip mülkünüzü 3000, 4000, 5000 manata aylıq icarəyə verə bilərsiniz ki, burada da bunu eləyən deməli başqa bizim ev sahibləri var ki, evlərini çox yaxşı bir qiymətlə icarəyə veriblər. Əgər sizi bu maraqlandırsa, 050 070 654 91 57 zəng və WhatsApp aktivdir. Buyurun zəng edin. Kommentlərdə fikrinizi bildirməyi unutmayın. Hələlik.